Salam, sabahınız xeyir olsun, hörmətli tamaşaçılar. Dünya mətbəxi efirdədir. Bu dəfə biz Asiya mətbəxini üst tutmuşuq. Rubrikamızın bu dəfəki qonağı Asian Street Food restoranlar şəbəkəsinin brend şefi Ruslan Yakovlevdir. Ruslan bəy, sabahınız xeyir. Salam, hamını salamlayıram. Xoş gördük hamınızı. Bugün sizin üçün bir qəşəng resept göstərmək istəyirəm. Hansı ölkənin yeməyidir bu? Deməli, bunun adı fried rice-dir. Fried rice ən çox eşidilən bu ölkənin adı Kitayındır, Çindir. Deməli, Çin küçə yeməklərindən fried rice. Bəli. Bizim üçün ən əsas məsələ nə lazımdır? Düyüdür, düyünü qaynadırıq. Kökdür, kökü doğrayırıq kubik. Yaşıl noxuddur. Banka da ola bilər, bu yarı çiğdir bizdə. Və burada bizdə ətdir, can ətidir. 100 qram can ətidir. Can ətini əvəz eləyə bilərik ya toyuqla, ya krevetka ilə, ya balıqla. Və sousda hansı sos? Sos teriyaki sousudur bunlar, bəli. Yəni qızardırıq onu, hazır eləyirik teriyaki sousunda. Deməli, yumurta. Bir dənə yumurta lazımdır bizə. Sonra 3 qaşıq teriyaki sousu. Ən əsas məsələ. 4 diş, böyük diş, sarımsaq. Biz bunu əlbəttə ki, hamısını istifadə eləməyəcəyik. Təxmini 1 diş lazımdır, 1 porsiya. 1 diş lazımdır, bəli. 1 porsiya və yaşıl soğanımız. Bunları hamısını qızardırıq və axırda çox dadlı bir düyü alınır bizdə. Belə hörmətli tamaşaçılar, o zaman mətbəxə hazırlanmasına keçid edirik. Hörmətli tamaşaçılar, yeməyimiz də artıq hazırdır. Ruslan bəy, adını bir daha xatırladaq. Fried rice beef. Düşünürəm ki, buradakı soslar bu yeməyə çox xüsusi dad qatıb. Ruslan bəy, çox təşəkkür edirəm. Çox sağ olun ki, bugün gəldiniz, qonağımız oldunuz. Belə hörmətli tamaşaçılar, Dünya mətbəxindən çatdıracaqlarımız hələ ki bu qədər. Gələn buraxılışda görüşərik. Hələlik.